Bu filmlə bağlı məsələ bir etirazdır, məsəl üçün ki, insanlar məsəl üçün hesab edirlər ki, bizim bölgənin adını belə bir şeylə, bizim rayonun adını belə bir şeylə, qəsəbənin adını belə bir şeylə hallandıra bilməzsiniz. Bu biri etiraz isə iş adamınadır ki, sən məscidi söküb yerində məktəb tikə bilməsən, get məktəbi başqa yerə. Bu bizim cəmiyyətin hələ də bəzi məsələlərlə bağlı soyuqqanlı olmadığını göstərir. Bu etirazın forması var. Danışıb susmaq olmamalıdır. Etiraz siz cəmiyyəti elə bir tutmusunuz ki, hamı dindar olmalıdır, belə şey yoxdur. Hamı deyək ki, bürünməlidir, belə şey yoxdur. Kim istəyir bürünsün, kim istəyir bürünməsin. Əxlaqın meyarı bu deyil bizim cəmiyyətdə. Bizim cəmiyyətdə konstitusiya ilə idarə olunan bir cəmiyyət var. Etirazın forması var. Etiraz mədəniyyət çərçivəsindən kənara çıxmamalıdır. Hüquq çərçivəsindən kənara çıxmamalıdır. Çıxmır məncə. Məsələ burasına çıxır. Necə çıxmır? Yəni bu söhbət ondan gedir ki, yəni bu sabahları bunun birinci bölüncü linçdir, sabah terrordur. Sabah öldürmədir, budur da. Yəni bu doğru, ona doğru gedəndir. Ya ailə cinayətlərinə siz baxırsınız, adam boşanıb gedibdir, 10 ildən sonra türmədən çıxır, gəlir arvadını öldürür. Və sən boşanmısansa, pis idisə, bu niyə boşanmısan? Söhbət ondan gelir ki, yəni bunun mədəni yolunu, hüquqi yolunu sınaqdan çıxartmır. Yəni bu təkcə məşhəddə də bu belədir. Ona görə də hansısa forma təzyiq. Məsələn, indi biz baxaq, onda biz Azərbaycanın heç bir yeri ilə bağlı, məsələn, mən deyirəm Naxçıvanda tutaq ki, əslində Naxçıvanda heç bir cinayət ola bilməz. Heç kimi öldürənməz. Gülərlər də. Nə olsun ki, Naxçıvanda 100 dənə mədəni insan var, 5 dənə də kriminal var. Bunu deməyin. Ya bunu artıq bölgəni müqəddəsləşdirmək, ya hansısa bölgədə negativ halsa, əxlaq dışında bir münasibətlər yoxdur. 100 məhkəmə prosesini gətirin, arayın. Hamısında yüzlərlə məsələ çıxır. Yəni söhbət ondan gedir ki, bu formalar bir də epizod, 2 epizod, 3 epizod bunu artıq ənənəyə çevriləndə və bunu da müəyyən dərəcədə cəmiyyət laqeyd qarşılananda və yaradıcı insanlar da ən böyük qınanlası budur. Yaradıcı insanlar da öz yaratdığının müdafiəsində durmayanda Mirzə Cəlilin dalında dövlət var idi. Onu da qoçular göndərdilər, gedib Tiflisdə öldürməyə də. Molla Nəsrəddin təxirə sardı, buraxmırdı. Və Axundovu 100 dəfə hədələyirdilər, yazmırdı. Söhbət ondan gedir ki, düşüncə adamı, yaradıcı adam da cəsur olmalıdır. Və arxasında Azərbaycan dövləti var. Ola bilsin ki, müəyyən laqeydliklə qarşılaşır. Amma öz haqqını qorumalıdır. Kişilər, yəni bir cür olmur da, atam balası, qorxağı var, gidir. Vəzvəzvə olsun. Ona görə onu da təbii baxma. Hamıdan da qəhrəmanlıq tələb eləmək çətindir. Yox, qəhrəmanlıq söhbəti deyil. Amma biz cəmiyyətin bugünkü vəziyyətini, mən sizə yenə o təhlükəni nəyə görə deyirəm? Yaxın tarixdə gördük ki, başqaları gözləmir. İndi Türkiyənin özündə gedən proseslər müəyyən mənada bizi də narahat eləyir. Narahat edir çünki biz istəmirik, qardaş ölkə içində bir çalxalanma istəmirik. Başında Suriya problemi var, oradan başqa Türk dünyası ilə bağlı problem var. Hansısa bir şəkildə daxildə baş qarışması bizdə, yaxud da başqa yerdə baş verən hadisələrə reaksiyasının ləngiməsi demək olacaqdır. Biz ona görə də hamısının narahatçılığını keçiririk ki, biz bu mərhələni də normal keçə bilək. Dünya dizayını artıq pozulub. Çinlə Amerika arasında olan savaş ki, onun bir şapalağı, onun bir rüzgarı bizi də mütləq silkələyəcəkdir. Və bu silkələyəndə biz indi müəyyən hüquqi standartlarla bəzi dövlətlərlə münasibət qurmuruq ki, bəzinə neft də veririk, bəzinə qaz da veririk, müəyyən öncəlik veririk, bəzinə iqtisadi cəhətdən bizə sərf eləmir, amma həm də siyasətimizi bundan tənzimləyirik. İndi orada başlasan hüquqi detallar axtarmağa ki, biz gərək bunu hamısının qəpik-qəpiyinə olduğu kimi verək. Dünyada qəpik-qəpiyinə olduğu kimi eşimdən ticarət eləmir bu dəqiqə. Yəni siz diqqət eləyirsinizsə, Qrelandiya deyib, Amerika deyəcək, buraya əl qoyuram. Yəni sabah Qrelandiya olmasın. Desin ki, mən Qafqaz dağına əl qoyuram. Belə götürəndə normal. Rusiya deyir, Ukraynaya əl qoyuram. Amma onlar edəcəksə bizim də əl qoyulası. Başa düşdüm, əl qoyular. Rusiya deyib ki, Ukraynaya əl qoyuram. Yaxşı, Krım'a əl qoydum, başa düşdüm. Və Donbasda, Luganskda niyə əl qoyursan? Yenə dünya söhbət ona görə də biz bu təhlükələri görə daxildəki bəzi detallar təbii ki olmalıdır. Amma bu həyati məsələ deyil bizim üçün. Həyati məsələ ölkəmizin təhlükəsizliyidir. Bunun üzərində cəmiyyəti biz yönəlməliyik.